Deməli, buradan 2 dənə maşın görürsünüz ekranda. Bunların biri Atakerin maşınıdır, hansı ki bu Kalim. Bu isə hədəfin maşınıdır. İlk növbədə hədəfin maşınlarımızdan SMPTOR adında PDF faylı yüklüyürük. Yəni, real həyat кейslərində bu social engineering vasitəsilə yüklətdirilə bilər. Deməli, victimə. Bundan sonra buradan məsələn bu komandı veririk, Python komandını. Əslində bunun exe versiyası da var. Sadəcə exe-ni çalışdırmırıq ki, hal-hazırda Defender aktiv vəziyyətdədir. Exe-ni çalışdırmağa qoymayacaq. Çalışdırdığım anda Defender tutacaq və exe faylını avtomatik olaraq siləcək. Ona görə Python formatından istifadə edirik. Əmri çalışdırır və burada gördüyünüz kimi listener başlanılır və daha sonra Ataker isə öz kompüterində bu əmri icra edir, yəni interfeysi qeyd edir və eyni zamanda daşlayıdan sonra gələn IP-də mənim deməli, hədəf maşınımın, yəni victimin IP-sidir. Burada shell alınır. Shell alınandan sonra mən istənilən əmri, yəni icra edə bilirəm hədəf maşınına. Da baxın, gördüyünüz kimi burada hədəf maşının qopları eyni ilə yer alır və yaxud da mən deyək ki, hədəf maşından sən ən sadə bir əmri, yəni kalkulyator çalışdırmaq istəyim. Yəni çalışacaqdır. Və burada Defenderin işlədiyini də sübut eləyək. Deməli, daxil oluruq bura. Microsoft Edge. Məsəl üçün bu exe faylıdır. Bunu yükləməyə çalışaq. Gördüyünüz kimi Defender qoymur exe faylını yükləməyə. Yəni aktivdir.